Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 41-ci dərs sərbəst tapşırıq. Yeni sözləri qeyd eləyərsiniz. Burada elə bir ayələr var ki, orada da yeni əlavə sözlər var ki, burada qeyd olunmayıb. Onu da sizə tərcümə edəndə qeyd edəcəyik. Və ayələrimiz 6 ayədən ibarətdir dərsimiz. Və 5-ci ayə diqqət edək. Orada Kəhf surəsi 124 yazılıb, yanlışdır. Taha 124-dür. Və keçid alırıq ayələrimizə. Bəqərə surəsi 152-ci ayə. Bismillahirrahmanirrahim. Fəzkuruni, fə elə isə uzkuru, zikr edin, yad edin. Ni, burada yə məni bildirir, yəni məni. Əzkurkum, yəni yad edim sizi. Əzkur, xatırlayım, yad edim, kum sizi. Vəşkuru, şükr edin və şükr edin li, yəni mənim üçün, yaxud da mənə. Və lə və lə inkardır. Təkfuruni, ni burada yə var idi əslində. Yə silinib, ona görə bu yə məni bildirir və mənə naşükürlük etməyin, yaxud da məni inkar etməyin də demək olar. Ümumi tərcümə də belədir ki, elə isə məni xatırlayın ki, sizi xatırlayım. Mənə şükür edin və məni inkar etməyin. İkinci ayəmiz Əl-İmran surəsi 191-ci ayədir. Bismillahirrahmanirrahim. Əl-ləzīnə yəzkurunəllahə. O kəslər ki, Allahı yadlarına salar. Allahı zikr edərlər. Qiyamə, yəni ayaq üstə. Və qu'udən, yəni oturduqları halda. Və alə cunubihim, və onlar böyürləri üstə, yəni uzatdıqları halda. Və yətəfəkkərunə, və düşünərlər, təfəkkür edərlər. Fi xalqis səməvəti vəl-ərd. Yerdə və göydə yəni yerin və göyün yaradılışında. Yerin və göylərin yaradılışında. Yaradılışı haqqında da demək olar. Ümumi tərcümə. O kəslər ki, ayaq üstə oturduqları halda və böyürləri üstə yatdıqları halda, yəni ki, Allahı yadlarına salar. Göylərin və yerin yaradılışı haqqında düşünərlər. Üçüncü ayəmiz Əraf surəsi 69-cu ayədir. Bismillahirrahmanirrahim. Vəzkuru, və zikr edin, xatırlayın. İz, bir zaman ya da o zaman ki, cealekum, təyin etdik sizə, təyin etdi. Yəni, təyin etdi sizə, yaxud etdi sizi. Xulafə yeni sözdür, yəni xəlifələr də deyə bilərik, canişinlər də deyə bilərik, hakimlər də deyə bilərik. Dəftərdə qeyd edin, yeni sözdür. Mindandan bə'di sonra. Min bə'di, yəni qavmi. Qavmi qövm deməkdir. Qavmi, qövm və Nuh, yəni Nuhun qövmü. Nuhun qövmündən sonra. Min bə'di qavmi Nuh. Və zədə sözü verdi də deyə bilərik. Sonra, yəni belə deyə bilərik, verdi. Ya da etdi də deyə bilərik. Zədə sözündə qeyd edin. Kum sizi fil xalqi, yəni yaradılışca, yəni yaradılışda xalq elə yaradılışda desək daha düz olar. Bəstat yeni sözdür. Burada bəstah kimi də deyə bilərik. Yeni sözdür burada qeyd olunmayıb. Üstünlük, güc deməkdir. Yəni güc baxımından xəlq etdi. Yəni bura qədər tərcümə etsək, xatırlayın ki, bir zaman sizi
Nuhun qövmündən sonra xəlifələr, canişinlər təyin etdi. Və sizi, bak bu yerdə ki, burada demişdik, xulafəyi və zədəkum sözü, bəsta sözü burada qeyd olunub ki, və sizi daha canlı cəsədli etdi, canlı etdi. Yəni sizə üstünlük güc verdi. Yəni digər qövmdənsə sizi güclü etdi, sizi daha güclü etdi, daha canlı etdi, sizə üstünlük və güc verdi, belə demək olar. Fəzkuru, fəilə isə uzkuru, yad edin, xatırlayın. Ələ, yəni nemətlər deməkdir. Ələ Allah, yəni Allahın nemətlərini, ləalləkum, bəlkə siz, tuflihun, nicat tapasınız. Ümumi tərcüməni edək bir daha. Xatırlayın ki, bir zaman sizi Nuhun qövmündən sonra xəlifələr, canişinlər təyin etdi və sizi daha canlı etdi, yaxud sizə üstünlük güc verdi. Elə isə Allahın nemətlərini yada salın, bəlkə siz nicat tapasınız. 4-cü ayə Əraf surəsi 205-ci ayədir. Bismillahirrahmanirrahim. Vəzkur, yəni vəzkur, xatırla, yada sal. Rabbəkə, öz Rəbbini. Fi dadə şəkilçisi, nəfsik, yəni öz nəfsindir. Yəni fi burada içində olduğuna görə öz içində. Fi nəfsik öz qəlbində, öz içində, yəni öz özlüyündə. Tədarrua sözü, yəni yalvarışla, yalvara yaxara, belə də demək olar. Və xifə, yəni qorxu halında, qorxaraq, belə də demək olar. Qorxu ilə də deyə bilərik. Və dunəl cəhri. Və dunə, yəni qeyri, əl-cəhri, cəhri sözü, yəni belə deyək, ucaltmadan, yəni belə bir sözdür ki, və dunəl cəhri minəl qavl. Yəni qavl səs deməkdir, qalə sözündəndir. Qalə dedi deməkdir. Qavli, yəni səsini, duni qeyri əl-cəhr, yəni ucaltmadan, qeyri yüksək səslə, belə deyək. Ona görə ucaltmadan deyirik. Bu söz ki, dunəl cəhri minəl qavl, yəni səsini ucaltmadan. Səsini ucaltmadan, o sözü yenə də qeyd edə bilərsiniz dəftərdə, yəni ucaltmazan sözü. Bil-guduvi sözü səhərlər deməkdir. Vəl-əsal axşamlar deməkdir. Bu sözləri yeni sözlərdir, dəftərə qeyd edərsiniz. Vələ-təkun və lə inkardır, təkun olma. Minəl qafilin, yəni qafillərdən. Qafillərdən olma. Ümumi tərcümə də belədir ki, indi ki burada axşamlar, səhərlər sözü var. İndi Azərbaycanca deyəndə iki cürə deyə bilərik. Səhərlər və axşamlar öz içində, öz qəlbində, öz özlüyündə yalvarışla, qorxu ilə və səsini ucaltmadan, yüksəltmədən Rəbbini yada sal və qafillərdən olma. Və yaxud da eyni sözü səhər və axşam da deyə bilərik. Səhər və axşam öz içində, öz özlüyündə yalvarışla, yalvarıb yaxararaq, belə də demək olar, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma. 5-ci ayə Taha surəsi 124-cü ayədir. Bismillahirrahmanirrahim. Və mən ə'rada, və mən və kim ki ə'rada üz çevirdi. Andan deməkdir. Zikri, yəni burada zikri, burada ya məni bildirir, mənim zikrimdən. Mənim zikrimdən üz çevirdi. Yəni məni zikr etmə, məni yad etməkdən də demək olar. Və kim məni yad etməkdən üz çevirdi, yaxud üz çevirsəm, fə elə isə innə, həqiqətən şübhəsiz, ləhu, onun üçün, məişətə, yəni məişət, yəni burada həyat da deyə bilərik, məişət də deyə bilərik, güzəran da deyə bilərik.
Danka, danka yəni çətin deməkdir, dar deməkdir. Yəni dar bir güzəran var, çətin bir yaşayış var, çətin bir həyat da deyə bilərik, çətin məişət də deyə bilərik. Və nəhşuruhu. Və nəhşuruhu nə deməkdir? Nəhşur yəni məhşər sözündəndir. Yəni biz məhşərə, biz onu məhşərə, burada nəhnu var, nəhşuru, nəhnu sözündən ki biz, məhşərə, hu da o deməkdir. Yəni biz məhşərə onu yevməl qiyamə, qiyamət günü ə'mə, kör olaraq gətirərik. Yəni burada nəhşuru, məhşuru yəni məhşərə gətirəcəyik deməkdir. Yevməl qiyamə ə'mə, yəni kör olaraq gətirəcəyik. Burada ə'mə yeni söz, onu da qeyd eləyə bilərsiniz ki ə'mə kör olaraq deməkdir, kör deməkdir. Nəhşuru gətirəcəyik, yəni biz gətirəcəyik. İndi məhşərə sözünü əlavə biz artırdıq dedik, amma yəni təbii ki orada qiyamət günü var deyə məhşər sözünü demək daha düz olar deyə elə qeyd etdik. Ümumi tərcümə də belədir ki, və kim məni yad etməkdən üz çevirdi, yaxud üz çevirsə, elə isə həqiqətən onun üçün dar bir güzəran var. Çətin bir məişət var, yaxud çətin bir həyat var və yaxud sıxıntılı həyat olacaqdır. Onun üçün də deyə bilərik. Və qiyamət günü onu məhşərə kör olaraq gətirəcəyik. 6-cı ayəmiz sonuncu ayədir. Müddəssir surəsi 54, 55, 56-cı ayələri. Bismillahirrahmanirrahim. Kəllə, bu belə deyil. İnnəhu, həqiqətən o, təzkirah. Təzkirah demək. Burada kəllə sözünü, innəhu sözündə hu sözü şəkilçisi Quran sözünə işarədir. Yəni xeyr, bu belə deyil. Həqiqətən o deyəndə burada innəhu həqiqətən o, hu Qurana aiddir. Təzkirah, yəni öyüd nəsihətdir. Xeyr, bu belə deyil. Həqiqətən bu öyüd nəsihətdir. Yəni ki, Quran öyüd nəsihətdir. Xatırlatma vasitəsidir deyə bilərik. Xatırlama vasitəsidir. 55-ci ayə. Fəmən, fə elə isə mən, kim şəə istəsə, zəkərah, yəni yad ya da öyüd alar, hu orada ondan deməkdir. Yəni kim istəsə ondan öyüd alar ya da onu xatırlayar, yad edər. Və mə yəzkurunə illə əyyişəllah. Demək, və mə, burada mə ilə illə inkar var. Ya, biz onu ancaq da deyə bilərik, inkar kimi də tərcümə edə bilərik. Və mə yəzkurunə, yəni onlar öyüd almazlar. Və mə yəzkurunə. Və onlar öyüd almazlar illə başqa ən ki yaşa Allah. Yəni Allah istəsə. Yəni belə deyək, Allah istəmədikcə burada inkar gedir. Yəni Allah ən burada ki yerinə burada illə ən burada inkar da gedir ki Allah istəməsə, Allah istəmədikcə onlar öyüd almazlar. Belə də demək olar ki, yalnız Allah istəsə, belə deyə bilərik. İllə ilə mə bir yerdə olanda inkar təsdiqə çevrilir. Yalnız Allah istəsə onlar öyüd alacaqlar. Öyüd nəsihət alacaqlar. Və 56-cı ayə. Huvə o, əhlül sözü burada 2 dənə gedir. Əhlül layiq olan da deyə bilərik. Dadə kimi də tərcümə edə bilərik. Onlar ət-təqvə, yəni qorxub çəkinməyə, onlar yox, o yəni odur qorxub çəkinməyə və bağışlamağa layiq olan.
Belə də deyə bilərik. Yəni burada əhlül sözü layiq olan kimi tərcümə etsək, qorxub çəkinməyə və bağışlamağa layiq olan odur. Ümumi tərcümə edək. 54, 55, 56-cı ayələri. Xeyr, belə deyil. Həqiqətən bu öyüd nəsihətdir, xatırlama vasitəsidir. Kim istəsə ondan öyüd alar. Allah istəmədikcə onlar öyüd almazlar. Yaxud da ki, yalnız Allah istəsə onlar öyüd nəsihət alarlar. Qorxub çəkinməyə və bağışlamağa layiq olan odur. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.